Salam. Industry 5 süni intellekt. Süni intellekt, yəni robotların hər bir peşələri, yəni insan əli ilə nə görülə bilən bir peşələr varsa, bu robotun daxilində olan hissələr, step mühərriklər, step driver, encoder, sensorlar, kontrollerlər, HDMI panellər və ya SCADA panellər. Bu hissələrin köməyi ilə burada gördüyümüz KUKA robotu hər bir işə malik deyil. Adicə buradan biz BMW zavoduna baxsaq, burada insan faktoru deyilən bir şey yoxdur. Bütün işləri bu robotlar görür. Burada sadəcə olaraq insan faktoru bunların təmiri və bunların proqramlaşdırıla bilən mühəndislərə ehtiyac duyulacaq. Bax, belə bir hərəkət etdirəm əlimlə, bu robotun hissəsi.